Bir gün bir vəkil öz su quyusunu bir müəllimə satır. 2 gün üstündən keçəndən sonra vəkil gəlir müəllimin yanına ki, müəllim, mən su quyusunu sizə satmışam amma sizə quyunun suyunu satmamışam. Əgər siz quyunun suyundan istifadə etməli olacaqsınızsa, onda gərək suya əlavə pul ödəyəsiz. Müəllim gülərək buna cavab verir ki, elə mən də sənin yanına gəlmək istəyirdim. Deyir, niyə? Deyir, gəlib sənə deyəcəkdim ki, gəl öz quyunun suyun götür buradan apar ginə. Əgər apara bilməsən, gərək quyunun suyu üçün əlavə kirayə haqqı ödəyəsən. Vəkil tez gülüb deyir ki, müəllim, zarafat edirdim, elə belə dedim. Deyir ki, yadında saxla ki, səni yetişdirən biz müəllimlərik. İndi belədir, qardaş, sağ olsun belə hazır cavab müəllimlərimiz. Allah onların zəhmətini itirməsin.